Babil alındıqdan sonra Daranın özü skiflərə qarşı yürüşə başladı. Çünki artıq Asiya əhali baxımından çiçəklənirdi və böyük məbləğdə gəlir toplanırdı. Dara isə skiflərdən qisas almaq istəyirdi, çünki onlar ilk dəfə Midiya torpaqlarına soxulmuş, qarşılarına çıxanları döyüşdə məğlub etmiş və beləliklə də ədalətsizliyin başlanğıcını qoymuşdular. Doğrudan da mənim əvvəllər dediyim kimi, skiflər Yuxarı Asiyaya 28 il hökmranlıq etmişdilər. Onlar Kimmerləri təqib edərək Asiyaya hücum etmiş və bura hökm edən Midiyalıları hakimiyyətdən salmışdılar. Skiflərə görə onların xalqı bütün xalqların ən gəncidir və bu belə baş vermişdi. O vaxt hələ səhralıq olan bu torpaqlarda ilk yaranan insan Targitaus adlı bir şəxs idi. Onların söylədiyinə görə, hərçənd ki mən buna inanmıram, Targitausun valideynləri Zevs və Boristen çayının qızı idi. Deyilənlərə görə Targitausun 3 oğlu olmuşdu: Lipoksais, Arpoksais və ən kiçiyi Kolaksais. Bu oğulların hökmranlığı dövründə göydən qızıldan düzəldilmiş bəzi əşyalar, bir çotan, bir boyunduruq, bir döyüş baltası və bir kasa Skif torpağına düşdü. Bununla belə başqa bir rəvayət də var və mən özüm ona daha çox meyilliyəm. Bu rəvayətə görə Asiyada yaşayan köçəri skiflər Massagetlər tərəfindən döyüşdə sıxışdırıldıqları üçün öz yurdlarını tərk edib Araz çayını keçərək Kimmer torpaqlarına tərəf getmişdilər. Çünki indi skiflərin yaşadığı torpaqların əvvəlcə Kimmerlərə məxsus olduğu söylənir. Bir cəhətdən başqa mən onlara xüsusi heyranlıq bəsləmirəm. Onların kəşf etdiyi ən mühüm şey odur ki, kim onlara hücum etsə, geri qurtula bilmir. Əgər onlar tapılmaq istəmirlərsə, onları tutmaq mümkün olmur. Çünki onların nə saldıqları şəhərləri, nə də tikdikləri qalaları var. Hamısı evlərini özləri ilə daşıyır. At belində ox atan kimi yaşayır. Torpaq əkib becərməklə deyil, mal-qara ilə dolanırlar və evləri araba üzərindədir. Belə bir xalqı məğlub etmək, onlara yaxınlaşmaq həqiqətən də mümkün deyil. Skiflər bütün qullarının gözlərini içdikləri süd səbəbindən kor edirlər. Çünki onlar torpaq əkib becərən deyil, köçəri həyat sürən xalqdır. Onlarda müharibə ilə bağlı adətlər belədir. Bir skif ilk dəfə bir adam öldürəndə onun qanından biraz içir. Döyüşdə öldürdüyü hər bir adamın başını isə kralın yanına aparır. Çünki kim baş gətirirsə, əldə olunan qənimətdən pay alır. O, öldürdüyü adamın baş dərisini qulaqlarının ətrafından kəsir, dərini tutaraq silkələyib çıxarır, sonra isə mal qabırğası ilə ətini təmizləyir və əlləri ilə yoğuraraq yumşaldır. Bu cür hazır edəndən sonra onu əl dəsmalı kimi saxlayır. Öz atının yəhərini asır və bununla fəxr edir. Ən çox belə dəsmal dərisi olan adam ən cəsur sayılır. Bir çoxları bu dərilərdən çoban paltarı kimi geyinmək üçün xələt tikir. Bəziləri isə düşmənlərinin sağ əl dərisini dırnaqları ilə birlikdə soyub ox qablarının üzərinə örtük düzəldir. Hətta bəziləri öldürdükləri adamların bütün bədənlərinin dərisini soyub taxta üzərinə çəkir və atlarının üstündə gəzdirirlər. Kəllə sümükləri ilə bağlı adətləri isə belədir. Yalnız ən böyük düşmənlərinin kəllələrinə bunu edirlər. Qaşların altından kəlləni mişarlayaraq kəsir, içini təmizləyirlər. Əgər skif kasıbdırsa, yalnız kəllənin üzərinə öküz dərisi çəkir və ondan istifadə edir. Varlıdırsa, həm öküz dərisi çəkir, həm də iç tərəfini qızılla örtür və onu içki qabı kimi istifadə edir. Bu, kişilik və igidlik sübutu sayılır. Hər il hər bölgənin hakimi öz bölgəsinə böyük bir şərab çanağı hazırlayır. Buradan yalnız düşmən öldürmüş skiflər içə bilir. Kim düşmən öldürməyibsə, şəraba toxunmur və kənarda oturaraq rüsvay olur. Bu, onların arasında ən böyük biabırçılıqdır. Kim çox adam öldürübsə, 2 qədəhi eyni anda doldurub içmək şərəfinə sahib olur. Skiflərin sayı barədə dəqiq məlumat əldə edə bilmədim. Çünki bu barədə müxtəlif rəvayətlər eşitdim. Bəziləri onların çoxsaylı olduğunu, bəziləri isə az olduqlarını deyir. Krallarının dəfn yeri Boristen çayının gəmilərlə gedilə bilən son məntəqəsi olan Gerilər diyarındadır. Burada kral öldüyü zaman böyük kvadrat formalı bir çuxur qazırlar. Çuxur hazır olduqdan sonra mumla örtülmüş və qarnı yarılıb təmizlənmiş, sonra isə ədviyyatlar, cəfəri toxumu və cirə ilə doldurulub yenidən tikilmiş meyidi götürürlər və onu araba ilə başqa bir tayfaya aparırlar. Bu cür bütün tayfaları dolaşaraq ən uzaqda yaşayan Gerilərə çatırlar və kral məzarlığının yerləşdiyi yerə gəlirlər. Burada kralın cəsədini yarpaq döşənmiş məzara qoyurlar. Hər iki tərəfə nizələr sancır, üstünə taxta dirəklər çəkir və yerini hasırla örtürlər. Sonra məzarın qalan hissəsinə kralın cariyələrindən birini, içki paylayanını, aşpazını, at baxıcısını və xidmətçisini boğub birlikdə bastırırlar. Həmçinin atları, müxtəlif əşyaların bir qismini və qızıl camları da kralla birlikdə bastırırlar. Bunları etdikdən sonra isə hamı birlikdə böyük bir təpə qurur və bu təpəni mümkün qədər hündür etmək üçün yarışırlar.
Dəfn mərasimindən sonra skiflər özlərini belə təmizləyirlər. Əvvəlcə başlarını sabunlayıb yaxşıca yuyurlar. Bədənlərini isə başqa cür təmizləyirlər. 3 dirəyi bir-birinə söyküyüb üzərini yun hissə ilə örtürlər. Sonra ortadakı qaba qızarıncayədək qızdırılmış daşlar atırlar. Onların torpağında kətana bənzəyən, lakin həm qalın, həm də hündür olan çətənə bitir. Bu həm təbii, həm də əkilərək yetişir. Skiflər bu çətənənin toxumlarını götürüb həmin hissə örtüklərinin altına gətirirlər və qızmış daşların üstünə bu toxumlardan atırlar. O buxur kimi yanır və elə qalın buxar buraxır ki, Elladada heç bir buxar hamamı bununla müqayisə olunmaz. Skiflər isə bu buxar hamamından həzz alaraq canavar kimi uluyurlar. Bu onlar üçün su ilə yumağın yerini tutur, çünki onlar heç vaxt bədənlərini suda yumurlar. Qadınlar isə sərt daşla sərv, sidr və buxur ağacının oduncağını əzərək üzərinə su tökürlər. Bu qalın qarışığı bədənlərinə və üzlərinə çəkirlər. Növbəti gün bu qarışığı təmizləyəndə həm ətirli qoxu qalır, həm də dərləri təmiz və parlaq olur. Bu xalq yad adətləri qəbul etməyə çox biganədir. Hətta öz içlərindəki digər tayfaların adətlərini belə rədd edir, Yunanlıların adətlərinə isə xüsusilə qarşıdırlar. Anaxarsis və daha sonralar Skil haqqında olan hekayələr də bunu sübut edir. Bu skiflərin ölkəsinə qədər təsvir edilən bütün torpaq dərin torpaqlı, hamar bir düzənlikdir. Amma bu nöqtədən sonra torpaq daşlı və sərtdir. Bu daşlı sıldırım ərazini uzun müddət keçdikdən sonra uca dağların ətəklərində doğulduqdan bəri həm kişiləri, həm də qadınları tamamilə keçəl olan, yastı burunlu və iri çənəli, özlərinə məxsus bir dildə danışan insanlar yaşayır. Onlar skif geyimi geyinir və ağac meyvələri ilə dolanırlar. Heç bir adam onlara zərər vermir, çünki müqəddəs sayılırlar və heç bir silahları yoxdur. Qonşu tayfalar arasında mübahisələr olanda hökmü onlar verirlər. Üstəlik, kim ora sığınsa, heç kim ona toxunmur. Onlara argippeylər deyilir. Skiflər onlarla əlaqə saxlayanda işlərini 7 tərcüməçi və 7 müxtəlif dildə aparırlar. Mən deyirəm ki, bu xalqa qədər olan torpaq tanınır. Lakin keçəllərin şimalında yerləşən bölgə haqqında heç kim dəqiq söz deyə bilmir. Bununla belə, həmin keçəllər deyirlər, mən isə inanmıram ki, dağlarda keçi ayaqlı insanlar yaşayır. Bu dağları keçəndən sonra isə ildə 6 ay yatan adamlar var. Mən bunun həqiqət olduğuna qətiyyən inanmıram. Lakin keçəllərin şərqindəki torpaq yaxşı tanınır. Orada İssedonlar yaşayır. Amma həm keçəllərin, həm də İssedonların şimalındakı torpaq yalnız onların söylədikləri qədər məlumdur. Bu xalqların da arxasında yerləşən yerlər haqqında yalnız İssedonlar belə danışır. Onların sözlərinə görə orada tək gözlü adamlar və qızıl qoruyan qrifonlar var. Skiflər də bu xəbəri İssedonlardan eşidib bizə, yəni bütün insanlara çatdırıblar. Biz onları skif dilində Arimaspar adlandırırıq. Çünki skiflər bir rəqəminə Arima, gözə isə Spu deyirlər. Bu təsvir edilən torpaqların iqlimi son dərəcə sərtdir. İlin 8 ayı dözülməz şaxta olur. Dəniz donur. Kimmer boğazını tamamilə buz tutur. Beləcə 8 ay qış davam edir, qalan 4 ayda isə hava soyuq olur. Bu qış dünyanın başqa yerlərindəki qışlardan fərqlənir. Atlar bu qışı dözür, amma qatırlar və eşşəklər əsla dözə bilmir. Halbuki başqa yerlərdə atlar şaxtada donur, eşşək və qatırlar isə dözür. Dəniz sahilindən Skifiyanın mərkəzi sayılan Boristen məntəqəsindən başlayaraq ilk bölgələrdə Kallipidlər, Yunan skifləri yaşayır. Onların üstündə Alazonlar adlanan başqa bir tayfa var. Bu ikisi digər bütün adətlərdə skiflərə bənzəsə də, həm buğda əkib yeyirlər, həm də soğan, mərci və darı yetişdirirlər. Alazonların şimalında torpağı əkən skiflər yaşayır. Onlar isə buğdanı yemək üçün deyil, satmaq üçün əkirlər. Onlardan şimalda nevrilər yaşayır. Nevrilərin o tayında, şimal küləyinə tərəf isə bildiyimiz qədər insan yaşamayan bir bölgə var. Bu əkinçi skiflər şərqə doğru 3 günlük yol, şimala doğru isə Boristen boyunca 11 günlük gəmi yolu uzanan bir bölgəni tutur. Buradan sonra uzun bir səhralıq başlayır. Səhranın o tayında isə androfaqlar, skiflərlə əlaqəsi olmayan ayrıca bir xalq yaşayır. Bu əkinçi skiflərin şərqində Pantikapes çayını keçəndən sonra heç bir şey əkib becərməyən və torpağı şumlamayan köçəri skiflər yaşayır. Gerrosun o tayında kral adlanan torpaqlar və ən çox saylı, ən cəsur skiflər yaşayır. Onlar digər skifləri özlərinə qul sayırlar. Kral skiflərinin şimalında Melanxlenlər, skif olmayan başqa bir xalq yaşayır. Melanxlenlərin o tayında bildiyimiz qədərilə bataqlıq və insan yaşamayan torpaqlar var. Tanais çayını keçəndən sonra artıq Skifiya bitir. Oradan sonra gələn ilk bölgə Savromatlara məxsusdur. Onların şimalında Budinlər yerləşir. Onların ölkəsi isə hər cür ağacdan ibarət sıx meşələrlə örtülüdür.
Bu dinlərin şimalına doğru 7 günlük səhradan sonra biraz şərqə dönəndə çoxsaylı və başqa xalqlardan ayrı olan tissagetlər yaşayır. Onlar ovla dolanırlar. Onların yanında isə İriklər adlı başqa bir xalq var. Bu tayfaların şərqində isə kral skiflərindən ayrılıb buraya köçmüş başqa skiflər yaşayır. Skiflər isə tək başına Dara ordusuna qarşı döyüşə bilməyəcəklərini anlayaraq qonşu xalqlara elçilər göndərdilər. Artıq bu tayfaların kralları böyük bir ordunun onlara doğru gəldiyini eşidərək toplanıb məsləhətləşirdilər. Burada toplanan Tavırlar, Agatirlər, Nevrilər, Androfaqlar, Melanxlenlər, Helonlar, Budinlər və Savromatlardır. Tavırların adətləri belədir. Onlar qız adlandırdıqları ilahiyə həm dənizdə batmış adamları, həm də dənizə çıxaraq ələ keçirə bildikləri Yunanları qurban verirlər. Düşmənlərini məğlub edəndə hər adam baş kəsir, evinə aparır, sonra uzun nizəyə taxıb evinin bacasının üstünə ucaldır. Deyirlər ki, bu başlar evi qoruyan keşikçilərdir. Bu xalq qarət və müharibə ilə dolanır. Agatirlər isə ən dəbdəbəli insanlardır. Çoxlu qızıl bəzək taxırlar, qadınlar isə sərbəst əlaqə saxlayırlar ki, hamı bir-birinə qohum olsun və aralarında paxıllıq və kin qalmasın. Digər adətlərinə görə Trakyalılara oxşuyurlar. Nevrilər skif adətlərinə əməl edirlər. Onlar haqqında deyilənə görə hər il bir neçə günlüyə qurda dönürlər. Sonra yenidən öz əvvəlki halına qayıdırlar. Mən buna inanmıram, amma həm skiflər, həm də Skifiyada yaşayan Yunanlar belə deyir və and içirlər. Androfaqlar bütün insanların içində ən vəhşi xasiyyətə malikdir. Nə qanun tanıyırlar, nə də adət-ənənə. Onlar köçəridir, skiflər kimi geyinir, amma öz dilləri var və bu xalqlar arasında adam yeyən təkcə onlardır. Melanxlenlər isə qara paltar geyinir və adlarını da buradan alıblar. Skif adətlərini davam etdirirlər. Bu dinlər çox böyük və çox saylı bir xalqdır. Hamısı mavi gözlü və açıq dərilidir. Şəhərdə Yunan üslubunda taxtadan hazırlanmış bütlər, qurbancaqlar, müqəddəs yerlər var. Onlar hər 2 ildən bir Dionisə şənlik keçirirlər. Çünki Helonlar əslən Yunanlardır. Sahildəki ticarət məntəqələrindən köçərək bu dinlərin arasında məskunlaşıblar. Onlar həm skif, həm də Yunan dilində danışırlar. Bu dinlər isə Helonların dilini işlətmir və onların həyat tərzindən fərqlənirlər. Hiperboreyalılar haqqında isə nə skiflər, nə də bu bölgədə yaşayan başqa xalqlar heç bir xəbər vermir.